Əgər yaxın günlərə kimi Xocasən gölü haqqında zibillik poligonu, çirklənmiş ərazi olaraq danışırdıqsa, yaxın gələcəkdə bu ərazini başqa görkəmdə görə biləcəyik. Bakının baş planına əsasən təkcə Xocasən gölü çirkabdan təmizlənməyəcək. Eyni zamanda ərazidə onlarla böyük layihələr icra olunacaq. Əməkdaşımız Rəşad Vəkiloğlu'nun sujetini izləyək, görək Xocasən gölünün abadlaşdırılması ilə bağlı vəziyyət nə yerdədir? Yaxın gələcəkdə Xocasən gölünün ətrafında böyük abadlıq quruculuq işlərinə başlanılacaq. Xocasən gölünün ətrafı abadlaşdırılır, artıq ilkin mərhələdə işlərə də başlanılıb. Hansı ki, layihə çərçivəsində ərazidə yaşıllıq zolaqları, istirahət zonaları və bir sözlə bu ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılması planlaşdırılır. Eyni zamanda ekoloqlar və yerli icra qurumları da bildirirlər ki, gölün suyu mərhələli şəkildə təmizləndikdən sonda bu ərazi, yəni Xocasən gölü rekreasiya zonası kimi istifadə ediləcək. Məlumata görə, şəhərin baş planına əsasən Xocasən gölünün ətrafında bir neçə layihə icra olunacaq. Bunlardan ən əsası gölün ətrafında hektarlarla ərazidə ictimai parkın yaradılması, tullantı sularının idarə olunması və təmizlənməsidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında Bakının baş planına əsasən Xocasən gölünün ətrafının abadlaşacağı ilə bağlı da məlumat öz əksini tapıb. Beləliklə, Xocasən gölünün ətrafında planlaşdırılan layihələr ekoloji təmizlənmə, istirahət və sosial məişət yönümlü infrastrukturun inkişafına hesablanıb. Əgər bu Xocasən gölü bu vaxta qədər çirkab suların axındığı yer sayılırsa, bundan sonra istirahət zonasına çevriləcək. Qaz, kanalizasiya sistemləri yenidən qurulacaq və bu da sözsüz ki, əhalinin qaldırdığı problemlər, əhalinin qarşılaşdığı problemlərin qarşısını alacaq. İl şəhərlərin Birləşmə Su Təchizatı Xidmətindən isə bildirildi ki, hazırda ərazidə Xocasən gölünə axıdılan çirkab suların qarşısının alınması məqsədi ilə Lökbatan kollektorunun tikintisi işləri icra edilir. Layihənin 2027-ci ildə tamamlanması nəzərdə tutulur. Abadlıq işləri çərçivəsində gölə illərdir axıdılan çirkab suları da tamamilə təmizlənəcək. Bunun üçün ərazidə yeni kanalizasiya kollektoru çəkiləcək və bundan başqa göldəki qurucuların təmizlənməsi üçün yeni təmizləyici qurğular quraşdırılacaq. Hal-hazırda gölün bərpa olunması üçün çox böyük bir proqram həyata keçirilir. Bu proqrama əsasən gölün ekosistemi tamamilə bərpa ediləcək, gölün suları təmizlənəcək və göldə qiymətli balıqların yaşayışı yenidən təmin olunacaqdır. Bu bərpa işləri başa çatarsa, əvvəla onu qeyd edim ki, Bakı sakinləri üçün çox uzağa getmədən təbiət qoynunda dincəlmək imkanı yaranacaqdır. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.